Əziz müəllimlər, xoş gördük hər birinizi. Mən Zəhra Əhmədova. Bugün sizlərə eyni köklü sözlərlə bağlı sualın izahını təqdim edirəm. Əziz müəllimlər, qruplarımızda olan Naxçıvan müəllimlərinin bizə verdiyi məlumata əsasən mart, aprel, may aylarında Naxçıvanda ibtidai sertifikasiya imtahanının keçiriləcəyi gözlənilir. Odur ki, mən də Naxçıvanlı müəllimlərimizə dəstək məqsədi ilə sizlər üçün davamlı şəkildə TikTok və YouTube hesablarımızda sizə düşə biləcək sual nümunələrin izahını verəcəm. İzaha keçməmişdən əvvəl ilk növbədə sizlərə məlumat verim ki, yəqin ki, hər birinizin YouTube-da olan minlərlə dərs izahımdan, ödənişsiz canlılarımdan xəbəriniz var. Odur ki, əgər hələ də YouTube dərslərimə, sınaq izahlarıma, canlılarıma, dərs izahlarıma baxmamısınızsa, həmin dərslər ödənişsizdir, mütləq baxın. Biz bilirik ki, eyni köklü sözlər ibtidai sertifikasiyanın, eləcə də ibtidai MİQ-in çərçivə sənədində var və hər il mütləq eyni köklü sözlərlə bağlı sual nümunəsi qarşımıza çıxır. Gəlin baxaq görək bu sualın izahı necədir. Verib ki, eyni köklü sözləri müəyyənləşdirin. Biz bilirik ki, ilk növbədə eyni köklü sözlərin kökləri eyni mənanı verməlidir və eyni nitq hissəsi olmalıdır. Eyni köklü sözlər quruluşca yalnız və yalnız düzəltmə olur. Əgər variantlarda sadə və mürəkkəb söz varsa, o söz heç vaxtı eyni köklü ola bilməz. Birinci şərtimiz necə oldu? Eyni köklü sözlərin kökləri eyni mənanı verməlidir. Eyni mənanı verirsə də hökmən eyni nitq hissəsi olacaq. Və eyni köklü sözlər quruluşca yalnız və yalnız nə olacaq? Düzəltmə olacaq. Nə sadə, nə mürəkkəb sözlər eyni köklü ola bilməz. Baxırıq A variantına. Süzgün, süzdür, süzdü. Elə avtomatik süzdünü variantlardan çıxırıq. Niyə? Çünki sadə sözdür. Sadə söz heç bir sözlə eyni köklü ola bilməz. A variantı gedəcək. Başlı, başda, başsız. Avtomatik başda sözünü çıxırıq. Başda sözü sadə sözdür. Sadə söz eyni köklü ola bilmir. Variantlardan B-ni də çıxırıq. Keçirik C-yə. İstilik, istidəki, istidən. İstidən sözü sadə sözdür. Sadə söz eyni köklü ola bilmir. C-ni də çıxırıq. Yağlı, yağlamaq, yağıntı. Yaxşı. Bayaqki variantlarda, yəni A, B və C variantlarında sözlərdən birini çıxdıq. Niyə? Ona görə ki, sadə sözüydü. Deyəcəksiniz ki, bəs yaxşı. D variantında yağlı da düzəltmədir, yağlamaq da düzəltmədir, yağıntı da düzəltmədir. Niyə D-ni götürmürük? Ona görə ki, kökləri üçündə də eyni mənanı vermir. Necə? Yağlı sözündə sözün kökü yağ ismidir. Daha loru dildə desək, yediyimiz, istifadə etdiyimiz yağ mənasındadır. Burada da isimdir. Yağlamaq, burada sözün kökü nədir? Yenə yağ ismidir. Deməli, burada da isim olacaq. Yağıntıda sözün kökü nədir? Yağmaq feilidir. Axı, burada yağıntı qaydanı pozdu. Biz demişik ki, eyni köklü sözlərin kökləri hökmən eyni mənanı verməlidir. Yəni, burada əgər yağ ismindən bəhs edirsə, digərlərində də hökmən kökündə yağ ismindən söhbət getməlidir. Və ən əsasda söz düzəltmə olmalıdır. Bu iki şərtin ikisini də tamamlamalıdır. Birini tamamlayıb, birini tamamlamasa, mən onu eyni köklü deyə bilmərəm. Yerdə qalır, təbii ki, E variantı birləşmək, düzəltmə sözdür, birdən birləş yaranıbdır və sözün kökü nədir? Bir sayıdır. Keçirib birikməyə. Dilimizdə ilk şəkilsi var. Sözün kökü bir sayıdır. İlk də nədir? Leksik şəkilçidir. Birdən birik yaradıbdır. Deməli, burada sözün kökü yenə oldu say. Bu da oldu düzəltmə. Birinci sözü də düzəltmə sıra saydır. Bir sayından birinci sayı yaranıbdır. Bu da düzəltmədir. Və sözün də kökü nədir? Bir sayıdır. Deməli, düzgün cavabımız olur E variantı. Ümumən, əziz müəllimlər, yadda saxlamaq lazımdır ki, eyni köklü sözlərin kökləri desə, köklər hökmən eyni nitq hissəsi olmalıdır. Amma özləri müxtəlif nitq hissəsi də ola bilər. Siz sual verəcəksiniz ki, bəs yaxşı müəllim, birləşmək oldu feil, birikmək oldu feil, birinci də oldu say. Bəs yaxşı, bunu niyə götürdü? Yenə deyirəm, eyni köklü sözlər müxtəlif nitq hissələri ola bilər. Əgər özlərini desələr,
Kökləri yox ha. Köklər hökmən eyni nitq hissəsi olmalı. Amma özləri eyni nitq hissəsi də ola bilər, müxtəlif nitq hissəsi də ola bilər. Ümumiyyətlə onlayn ödənişli qruplarımızda da ötən dəfə bunun haqqında biz çox geniş şəkildə bizim müzakirələrimiz oldu, çox geniş şəkildə danışdıq. Hətta bizim elə müdavimlərimiz, müəllimlərimiz var ki, onlar qeyd elədilər ki, müəllimə, biz bu günə qədər həmişə sözlərdə olan məna bağlılığına baxırdıq. Məsələn, gözləməklə gözlüyü biz eyni köklü götürmürdük ki, nə mənası var? Xeyr, biz belə yanaşmırıq. Birinci sözün quruluqca növünə baxırıq, görürük ki, düzəltmədir. İkinci də baxırıq ki, sözün kökü ikisində də göz ismidir. Deməli, bu nədir? Bu təbii ki, eyni köklüdür. Qeyd edim ki, bu Naxçıvan müəllimlərinə bu il dəstək məqsədi ilə çəkdiyim ilk izahdır. Əgər izahlarımızın davamlı olmağını istəyirsinizsə, videonu bəyənin, paylaşın, rəy yazın ki, ibtidai sertifikasiyanın İmtahan gününə qədər sizlər üçün davamlı şəkildə bu tip izahları həm TikTokda, həm də YouTube kanallarımızda yerləşdirək. Sağ olun.